Ajax özünü qoru. Nəriman Axundzadənin ayağı açılıb. Son 3 oyunda Qarabağ 5 qol vurub. O 5 qoldan da 3-ünü məhz Nəriman vurub. Düzdür, bu qolları Nəriman Kərvan Yevlaxın qapısına vurub. Çempionatda və kubok oyunlarında. Amma buna baxmayaraq futbolçu göstərdi ki, formasını bərpa eləyir, qollarını vurur, komandaya xeyir verir və Ajax-a da qol vurmaq istəyir. Düzdür, qabaqda zirə oyunu var, amma 6 gündən sonra əlbəttə ki, hamının fikri Qarabağ Ajax oyununa yönəlib. Bu oyunda bizə heç olmasa minimum bir qələbə qolu lazımdır. Yox, onu da qoy Nəriman vursun, heç nə olmaz. Əsas qələbədir, əsas xallardır və Qarabağın uğurudur. Onu da əlavə edək ki, hətta Nəriman qol vurmasa belə 100% bu saat Niderland təmsilçinin məşqçiləri oturub Nərimanın oyununu analiz edirlər ki, bu forward 2 oyunda 3 qol vurub. Deməli buna diqqətli yanaşmaq lazımdır. Yox, qoy bütün oyunu meydanda Ajax-ın müdafiəçiləri Nərimanı axtarsınlar. Qolu başqası da vura bilər. Əsas qələbədir.